Değerli vətənlər, bu günləri ön cəbhədə atəşkəs pozulub, yaralılarımız var. Bilirsiniz ki, diktator İlham Əliyev bizim gənclərimizi öz siyasətini qurbanı edir. Və bunu nəzərinizə çatdırmaq istəyirəm ki, bu yaxınlarda müharibə gözlənilir. Öz balalarınızı İlham Əliyevin siyasətini qurbanı etməyin və öz haqlarınızı, hüquqlarınızı tələb edin və müharibəyə son deyin. Çünki İlham Əliyevin vecində deyil, sənin balan öldü yoxsa yox. 11.000 manata balalarınızı satmayan. Qoyun bizim balalarımız sağ qalsın, qoy geçsinlər indi deputatların, nazirlərin, icra nümayəndələrinin, icra başçılarının, nə bileyim, İlham Əliyevin ətrafındakı geçə qarınların övladları geçsin. Bildiniz? Nə demək istəyirəm? Övladlarınızı qoymayın İlham Əliyevin siyasətin qurbanı olsun. Övladlarınızı pula satmayın. İnsanda vicdan yaxşı şeydir. Satmayın.